Salam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq sizinlə. Mən Günay Xəlil bugün olacağım və bugün studiyada mənimlə DH Voleybol klubunun baş məşqçisi Fərid Cəlalovdur. Salam Fərid bəy, necəsiz? Özünüzü necə hiss edirsiniz? Salam, təşəkkür edirəm. Yaxşı hiss edirəm, sağ olun. İzləyicilərimizi də salamlayıram. Çox sağ olun və düzdür, izləyicilərimizə bu məlumatı qeyd eləmək istəyirəm, çünki çox maraqlı bir detaldır. Fərid bəy, siz Çempionlar Liqasında bir ilk Azərbaycanlı voleybolçusuz ki, iştirak eləmisiniz. Gəlin əvvəlcə siz barədə danışaq və daha sonra isə DH voleybol barədə maraqlı söhbətlərimiz olacaq, çünki qızlar fırtına qoparırlar hazırda çempionatımızda. Belə deyək, öz haqqımda danışmağı çox zaman sevmirəm. İstəyirəm ki, mənim haqqımda kimsə başqaları danışsın. Yəni, özünü tərifləməyi sevən adam deyiləm. Amma bəli, belə bir şey olub. 20 yaşında Avropa Çempionlar Liqasının çempionu komandada oynamışam. 2007-ci ildə. Və çox maraqlı bir detaldır ki, o vaxtdan bu günə qədər bir voleybolçumuzu yenidə görməmişik Çempionlar Liqasında. İnşallah ümid edirəm olar. Odur ki, DH voleybol komandasına keçid eləyəcək. Cari mövsüm yeni gənc bir komandadır və hazırda Yüksək Qızlar Liqasında komanda ikinci yerdə qərarlaşıb. Çox maraqlı çox yaxşı bir seriyanı yaxalamısınız. Əvvəlcə başlamaq istəyərdim, DH voleybol klubunun yaradılmasından fəaliyyətə başlaması necə baş verdi? DH ümumiyyətlə 2024-cü il sonlarında yəqin ki, Azərlotereya və Azərbaycan Voleybol Federasiyasının qarşılıqlı əməkdaşlığı çərçivəsində bir görüş oldu. Hamımızla bütün voleybol ictimaiyyəti orada iştirak edirdi. Yəni DH-ın yaranmağı ondan sonra baş verdi. Və təklif baxımından əgər soruşursunuzsa, təklif baxımından da mənim özümə də maraqlı oldu. Yəni çünki belə deyək, komandada çalışacağım oyunçular mənim üçün çox önəmli idi birinci baxımdan. Ona görə də təklifi qəbul elədim. DH Volley komandası həqiqətən də cari mövsüm Yüksək Qızlar Liqasında çox gözəl bir seriya yaxalayıb və qarşıdan playoff maçları da gəlir. Liqanın başa çatmasına son bir neçə tur qalıb və eyni zamanda bunu da qeyd etmək lazımdır ki, bir tərəfdən Azərlotereyaya da çox böyük bir təşəkkür düşür ki, komandanı formalaşdırıblar və bu cari mövsüm ərzində Yüksək Qızlar Liqasına bu formada maraq qatan bir komandanın oyunlarına şahidlik edirik. Fürsətdən istifadə edərək Azərlotereya rəhbərliyinə, Azərbaycan voleyboluna bəxş elədiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm öz klub rəhbərliyimizə, Şərəf bəyə. Yəni klubla yaxından maraqlanırlar və Azərbaycan voleybolunun inkişafı üçün həqiqətən də çalışırlar. İlkin olaraq komandanın qarşısına qoyulan hədəflər arasında nələr vardı və mövsümün gedişatında həmin hədəflərə demək olar kimi çatılıbmı və yaxud da dəyişibmi hədəflər? Hədəflər dəyişən bir hədəfimiz yoxdur. Yəni sezon əvvəlindən qarşımıza qoyulan hədəf ölkə birinciliyini qazanmaqdır və eyni ilə də davam eləyirik. Düşünmürəm ki, hədəfimizdə, qarşımıza qoyulan hədəf bəllidir. Düşünmürəm ki, bizim də hədəfimiz dəyişəcək. Təbii ki, o hədəf uğrunda çalışırıq. Amma hədəfə tam çatmaqla bağlı hələ danışmaq tezdir. Çünki qarşıda 2 liqa oyunu və 5 playoff oyunu qalıb. Onların hamısını oynayıb qalibiyyət qazandıqdan sonra hədəfə çatdıq deyə bilərik. Son maçlardan biri Turana qarşı baş tutmuşdu ki, xüsusilə diqqətli oldu. Turan hazırda Yüksək Qızlar Liqasında lider komandadır və ikinci yerdə isə DH Volley komandası qərarlaşıb. Bu qarşılaşma xüsusilə maraqlı oldu və yekun nəticədə 3-2 hesabı ilə qalib gəldiniz. Həmin görüşü əvvəlcə necə şərh eləyərdiniz? Bütün bundan qabaq dəfələrlə, müsahibələrdə qeyd eləmişəm. Ölkə çempionatında olan komandaların demək olar ki, hamısı bir-birinə bərabərdir. Bir tək gənc qızlar istisna olmaqla, onlar da ki, 12, 13, 14 yaşında olan qızlardır. Onlar da təbii ki, onların çempionatda iştirakı anlaşılandır, təcrübə yığma baxımından. Digər 8 klubun isə demək olar ki, gücləri, oyunları şərh eləyərkən, oyunları izləyərkən adam onların güclərinin bərabər olduğuna şahid olur.
Yəni görürsən ki, komandalar baş-başa oynayırlar. Bəzən heç gözlənilməyən bir komanda, məsələn deyək ki, liqada 6-cı və yaxud 7-8-ci yerdədir, gəlir 1-ci, 2-ci yerdəki komanda ilə başa-baş oynayır, hətta udma şansı əldə eləyir. Yəni bu ondan xəbər verir ki, çempionatdakı komandaların səviyyələri demək olar ki, bir-birinə bərabərdir. Mövsümün sonuna doğru necə bir bizi play-off məşqlərində xüsusilə necə bir qarşılaşmalar gözləyə bilər? Qarşılaşma həmişə play-offda yəni dəyişikliklər çox olur. Yəni bunu biz şahid olmuşuq illər ərzində gələ-gələ. Yəni play-offda artıq komandaların belə deyək, bəzi komandalar hansı ki son yerlərdə gedən komandalar artıq itirəcək bir şeyi olmayacaq kimi meydançaya çıxırlar. Yəni belə deyək, o əgər 6-cı, 7-ci yerdə liqanı bitirirsə, o play-offa itirəcək heç nə yoxdur. Nə gücü var onunla oynamağa çıxır. İlk yerdə gedən komandalar isə zaten mən onu udmuşam, yenə də udaram kimi. Yəni bəzən belə psixoloji hallar olur ki, bu da yəni play-offda komandaların aşağı yerlərdə gedən komandaların gəlib yüksək yerdə komandaları udmağı ilə nəticələnir. Belə şeylər olur. Bizim bayaq mən biraz sualdan yayındım DH-la Turan oyunundan. Bütün oyunlara eyni səviyyədə hazırlaşırıq. Yəni psixoloji olaraq eyni səviyyədə demək istəyirəm. Fiziki olaraq da yəni insanın bir tutumu var. Ondan artıq ona fiziki də yükləmək olmaz. Hələ bir qadın komandasında ələlxüsus onu da qeyd eləmək istəyirəm ki, onları daha da çox yükləmək olmaz. Yəni oyun, birinci oyun bizim Tovuzda keçirilən oyunumuzda orada da bizim şansımız var idi daha yaxşı oynamağa və daha yaxşı oynamaq deyəndə daha yaxşı oynasaq təbii ki, qələbəyə daha yaxın olur komanda. Biz orada belə deyək, komandanın ilk oyunları idi, tam oturuşmamışdıq və Turandakı yaxşı oynadı. Yəni tək bir tərəfli deyil. Biz yaxşı oynadıq, utduq və yaxud biz pis oynadıq, uduzduq. Elə şey yoxdur. Qarşıdakı komanda da yaxşı oynayır, yaxşı çıxış eləyir. Həmin gün onun günü olur. Çalışırlar, udurlar. Yəni belə bir şey yoxdur ki, mən zəif oynadım bu gün, ona görə mən uduzdum. İkinci oyunda da necə ki biz birinci oyunda məğlub olmuşduq ilk görüşmədə. İkinci oyunda da belə deyək, həmin gün bizim günümüz idi, daha yaxşı oynadıq, qızların əhval-ruhiyyəsi daha yaxşı idi. Artıq ilk setlərdən önə çıxdığımız sayılardan artıq özgüvən yaranırdı ki, yəni biz uda bilərik bu komandanı. Yəni belə yekunlaşdı oyun. Mən deməzdim ki, yəni belə deyək, fövqəladə nəsə bir şey baş verdi. Yəni normal oyun, normal şəraitdə bir oyun, qarşı-qarşıya iki komanda, bərabər səviyyəli demək olar ki, komanda və biri qalib çıxdı. Komanda cari mövsüm keçirdiyi maçlardan cəmi ikisində məğlub olubdu. Bu məğlubiyyətləri necə dəyərləndirərdiniz? Məğlubiyyət, birinci məğlubiyyətimizi dedim, Tovuzda Turan komandası ilə, klubu ilə qarşılaşmamızı izah elədim. Yunek oyunu isə, Yunek oyununda da təbii ki, biz öz oyunumuzu tam olaraq nümayiş elətdirə bilmədik. Həm azlıqda idik, oyunçu baxımından azlığımız var idi. Yəni bir oyunçu, ilk altılığın bir oyunçu əskiliyi istər-istəməz özün biruzə verdi və müəyyən parametrlərdə də zəif oynadıq. Yəni bizim hazırlaşdığımız kimi yox, ondan daha aşağı səviyyədə oynadıq və ona görə də Yunekə məğlub olduq. Amma inşallah bir həftə sonra onlarla qarşılaşma oyunumuz var. İnşallah həmin oyunda əvəzin çıxmaq niyyətindəyik. Voleybolçular, qızlar arasında bir revanş istəyi varmı? Artıq indidən hiss eləyirsinizmi onu? Mən elə fikirləşirəm ki, bu işlərdə yəni oyuna qədər mən özüm də yəni idmançı olmuşam. Oyuna qədər məşqçinin vəzifəsi böyükdür. Yəni məsələ ancaq məşq proseslərindən getmir ki, məşq prosesləri hansı formada keçirilməlidir. Mən elə gəlir ki, psixologiyadan böyük şey asılıdır. Çünki insanı necə ruhlandırırsansa, o formada davam edir. Hə, onlar artıq plaşatkaya çıxandan sonra demək olar ki, məşqçi orada az rol oynayır. Çünki onlar artıq içəridə özlərinə məşqçidirlər. Hər nə qədər də məşqçi düzdür, 2 dənə time-out müddətində deyirsən, bunu belə göstərsən, onu elə göstərsən, amma içəridə artıq onun beyni nə düşünürsə,
oyuna qədər 80% məşqçi idarə eləyirsə, artıq oyunun içində 80% idarə ona aiddir. Yəni oyunçu öz-özünü idarə eləyir. Əlbəttə mən düşünürəm ki, revanş istəyi oyunçularımızın hamısında var. Mətin qızlardır. Yəni döyüşkəndirlər. Son oyunumuzda, yəni onu özləri sübut elədilər. 2-0 geridə idik Gəncə klubu ilə. Gəldik 3-2 oyunu aldıq. Yəni təbii ki, onların sayəsində deyə düşünürəm. Yəni onların belə deyək, güclü bir psixologiya formalaşmasında mənə elə gəlir ki, bu oyunların böyük üstünlükləri var. Yəni istər revanşı udmaq, almaq, istər 2-0-dan oyunu gəlib çevirmək, istər məsələn Turan kimi məsələn Azərbaycan səviyyəsində, Azərbaycan klubları arasında məğlub edilməz düşünülən klubu yenmək. Yəni bunlar mənə elə gəlir ki, onlarda artıq müəyyən özgüvəni yaradıb. İnşallah ümid edirəm ki, öndəki oyunlarda bu özgüvən kömək eləyər. Voleybolçular barədə daha da danışmağa başlayacağıq. Müzakirəmizə davam edəcəyik, lakin musiqi və reklam fasiləmiz olacaq. Dinləyicilərimiz dalğanı dəyişməsinlər, Sağlam Radio 93 FM-də qalın. Mövsümün əvvəlində DH Volley komandasına cəlb olunan voleybolçular arasında bir çox Azərbaycan qadın voleybolunun tanınmış simaları da yer aldı. Bu voleybolçuların komandaya cəlb olunması prosesi necə baş tutdu bəs? Normal qayda, yəni adi qaydada oyunçulara təklif olunur, oyunçulara da maraqlı olursa, yəni klub, oyunçular, yəni bir çox baxımdan təbii ki. Orada bir çox nüanslar var. Oyunçularla danışıqlar aparıldı. Təbii ki, mənim özümlə də məsləhət olundu. Yəni mənim bəziləri məndən soruşuldu ki, bu oyunçunu istəyirsən. Yəni bunlar belə deyə, bu məşqçi klub arasında bunlar normal bir şeylərdir. Və digər oyunçular da təbii ki, komandaya gələn 12 oyunçunun hamısının haqqında məlumatım var və hamısının gəlməsi barəsində təbii ki, məlumatım var. Yəni qarşılıqlı razılaşma əsasında olub hamısı. Klub yenidirsə, bir qədər çətinlik çəkirlərmi ki, və yaxud da daha çox düşünürlərmi ki, komandaya qoşulsunlar? Əlbəttə, maraqlı sualdır. Çünki istər məşqçi heyəti olsun, istər oyunçular üçün olsun, bu biraz yəni düşündürücü bir məsələdir. Klub təzə yaranıb, necə ola bilər, orada ab-hava necə olacaq, kimlər olacaq? Yəni bunlar çox önəmlidir də, bu belə deyək. Yəni bütün oyunçu və məşqçilərin düşündüyü bir şeydir. Sadəcə olaraq belə deyək. Məsələn, Azerrail bilirik ki, Azerrail Azərbaycan yəni voleybol tarixində ən uzun ömürlü qadın voleybol klubudur. Yəni təbii ki, yeni bir yaranan klub haqqında Azerraildə oynayan bir oyunçu, məsələn, yeni bir yaranan klub haqqında istər-istəməz düşünəcək ki, çünki Azerraildə hər şeyi bilir, bütün atmosferdən xəbəri var, amma yeni bir klubda necə olacağı barəsində mənə elə gəlir ki, yəni hamısı komandanın bütün üzvləri, təbii ki, özümü də istisna eləmirəm, mən də ora daxiləm, düşünülmüş, yəni yanaşma eləmişik ki, hamımız bu kluba cəmləşmişik. Və bu xüsusilə maraq doğurur ki, komanda yeni yaranıb, lakin yəni hər komanda, mən deyim ki, bunu bacara bilməz. Hazırda turnir cədvəlində ilk sıralarda qərarlaşıb. Belə deyək, mən yenə də tərifdən yan qaçıram. Yəni belə deyək, indi hal-hazırda durub tərifləsəm o komandanın məşqçi rəhbərliyi mənə tapşırılıb. Mən desəm ki, biz belə elədik. O biraz başlayacağam özümü tərifləməyə də. Amma yəni zarafat bir qırağa. Yəni kənardan görənlər ona qiymət verə bilərlər. Gərgin çalışırıq. Düzdür, məşq saatlarımız o qədər çox deyil. Yəni bildiyiniz kimi biz başqa bir zalda məşq eləməli idik, amma təmir filan baxımından biz zalımızı dəyişdik. Yəni gündə bir məşq eləyirik. Yəni ciddi çalışırıq. Qarşımıza qoyulan hədəfi, yəni bizə güvənən insanların güvənin yerinə yetirmək istəyirik. Çünki qeyd elədiyiniz kimi birinci ildir, tərəflər bir-birini yeni tanıyırlar. İstər rəhbərlik oyunçuları və yaxud məşqçiləri, istər də əksinə. Yəni biz onların ümidini doğrultmalıyıq ki, onlar da həm gələcəyə klubun davam elətdirməsi üçün, klubun daha yaxşı səviyyədə davam eləməsi üçün onlarda maraq olsun.
inam olsun. Yəni bütün çalışmamız buna görədir. İnşallah ümid edirəm ki, yəni daha gərgin çalışmaq kimi bir şey demək istəmirəm. Yenə də belə deyək də o üst qata yalan demiş olaram. Əlimizdə olan imkanlar çərçivəsində nə mümkünsə, yəni onu və ondan biraz da artığın inşallah eləməyə çalışacağıq. Komandanın hazırda oyunlarını da keçirdiyi idman zalı ilə bağlı davam etdirmək istəyərdim. Maçlarını Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirir. Belə bir məsələ var idi ki, əslində oyunlarını başqa bir zalda keçirilməli idi. Mövsümün sonuna qədər komandanı yenə Azərbaycan AVF-nin idman zalında mı görəcəyik? Düşünürəm ki, biz ümumiyyətlə sentyabrın əvvəlində biz Dərnəgüldə başlamışıq təlim məşq proseslərimizi və orada normal şəraitdə məşq edirdik. Yəni istədiyimiz vaxtı ikili məşq, istədiyimiz vaxtı deyəndə, yəni normal bir plan üzərində, çünki bizdən başqa orada digər klub da var idi. Amma normal qənaətbəxş, qane edici bir məşq prosesi idi. Biz elə davam elədik, hardasa 20 gün üzərində bir müddət. Ondan sonra orada təmirə dayandı. Yəni müəyyən təmir məsələləri var idi ki, onlar görülməli idi. Yəni qərar verildi, təmirə dayanıldı. Ondan sonra biz, yəni Federasiya, Azərbaycan Voleybol Federasiyasının idman zalına köçməli olduq və o vaxtdan bu vaxta qədər hələ ki orada məşqimizi davam elətdiririk. Ümumilikdə Azərbaycanda idman növlərinə bir nəzər yetirsək, o zaman idman qurğuları ilə bağlı arenalar, zallar, stadionlar ilə bağlı çox qıtlıq var və bu bir çox idman növlərində görülür. Yaxşı idman zalı, peşəkar idman zalı və yaxud da arenalar nə üçün vacibdir? Bir idman növünün inkişaf eləməyi üçün, yəni təbii ki, məşq yeri önəmlidir. Mən bir haşiyə çıxım. Məsələn, 25 il bundan qabaq biz voleybola yeni başlayanda, mən və mənim yaşıdlarım öz kəndimizdə biz torpağın üstündə məşq edirdik və sabahsı gündə yağış yağmamağı üçün Allaha yalvarırdıq ki, sabah yağış yağmasın, biz yenə də məşq eləyə bilək orada. Çünki torpağın üstündə yağış, palçıq, mümkün olmurdu. Zalımız yox idi. Bugün məsələn məktəbimiz, yeni məktəb inşa olundu. Orada məktəbin zalı var. Amma əfsus olsun ki, bu gün orada məşq eləyənlərin sayı çox azdır. Yəni bizim torpağın üstündə məşq eləməyə daha çox həvəsimiz var idi. Nəinki bu gün normal zal şəraitində. Amma regionlarda mən deyərəm ki, yəni yeni qurulan məktəblərdə və olimpiya komplekslərimiz var. Regionlarda deyərəm ki, yəni idman zalı var, amma gedən azdır. Çünki mən özüm də bir rayonun nümayəndəsi kimi, rayonu təmsil edən adam kimi, yəni mən onu öz rayonumuzda görürəm. Çox əfsus ki, görürəm. Əslində bir idmançı kimi mən istəyərəm ki, idmançılar həm oxusunlar uşaqlar, həm də idmanla məşğul olsunlar. Amma bu gün təhsili seçməklə yəni elə fikirləşirlər ki, indi yəni öz fikirləridir. Mən sadəcə olaraq bir idmançı kimi tövsiyəmi verə bilərəm ki, məsələn mən də idmançı kimi İqtisad Universitetini bitirmişəm. Yəni idmanla təhsili paralel aparmaq mümkündür. Düzdür, çox yorucudur, amma əslində bir-biri ilə vəhdət təşkil edən də bir şeydir. Zehni yorğunluğu idman aradan qaldırır. İdmanda yorulandan sonra isə müəyyən, yəni yuxuya gedənə qədər ən azı oxumaq olar. Bakıya gəlincə isə bilirik ki, yəni Bakı şəhəri böyük şəhərdir. Yəni əhali ilə, böyük əhali kütləsi ilə məskunlaşmış bir şəhər olduğuna görə mən düşünürəm ki, hər idman növünə, o cümlədən voleybola da inkişaf eləmək üçün, daha yaxşı inkişaf eləmək üçün burada daha çox bazalar lazımdır. Məsələn, bu gün bir Dərnəgül və yaxud Voleybol Federasiyası bazası yox, könül istəyərdi ki, daha çox bazalar olsun və orada altyapılar qurulsun, altyapılar məşq eləsin. Düzdür, bu gün bizim altyapılarımız bəzi klublarda var, məsələn, Murovda var, elə federasiyanın öz nəzdində var, hansı ki, Allah xanım, Aksan xanım orada çalışırlar. Bizim köhnə, yəni veteran voleybolçularımız. Amma bu gün bazalar mənə elə gəlir ki, şəhərin fərqli yerlərində düzdür var, amma mən düşünürəm ki, daha çox olsa yaxşı olardı. Çünki belə deyək də, bu idman növündəyik. Mən biraz bundan qabaq 25 il qabağı danışdım. Yəni 25 il və məni ilə yanaşı, məndən də çox ömrün voleybola qoyan var. Məndən sonra da voleybola gələn var, hansı ki, karyer uğrunda çalışan idmançılar, voleybolçular var.
Mən istəyirəm ki, təbii ki, bu idman növü o qədər inkişaf eləsin ki, biz dünya miqyasında öz sözümüzü deyə bilək. Necə ki, Faiq müəllim Qarayev, yəni bundan həmin o saydığım 25-30 il bundan qabaq dünya miqyasında bir Azarreil klubu ilə, hansı ki, həm milli idi, yəni bir bazanın nəzdində milli və klub komandası. O komanda ilə dünyaya meydan oxuyurdu. Mən də təbii ki, istəyirəm ki, o dövr yenidən təkrarlansın. Yəni ondan daha yaxşı bir idman dövrü açılsın qarşımızda. Biz də karyeramızı genişləndirək. Yəni böyüyək, idmanda böyüyək, özümüzü göstərək, dünyada bizi tanısınlar. Təbii ki, yəni bu tanınmaların belə deyək, bu istəklərin ilkində, yəni ilkin mərhələsində təbii ki, bazaların olmağı da müəyyən nüanslardan, məqamlardan biridir. Və bunun fonunda mən sadəcə müşahidə elədiyimi qeyd eləyəcəm. Elə Turan və DH Vali komandaları arasında keçirilən həmin qarşılaşmada arena tamamilə dolmuşdu. Çox ayaq üstə dayanan insanlar da vardı. İndi düzdür, voleybolçuların yaxınları, tanışları da ola bilər orada, lakin gənclər də çox üstünlük təşkil edirdilər. Daha yaxşı idman zalları azarkeşlərin bu idman növünə olan marağın artmasına gətirib çıxara biləcək. Əlbəttə ki, biz Dərnəgüldə oynadığımız vaxtı, yəni Dərnəgüldə olan bazada oyunlarımız nə vaxt ki olurdu, təbii ki, tamaşaçı sayı bundan qat-qat çox olurdu. Çünki təbii ki, yerləşmə yeri də məsələ var. Orada 1500-ə yaxın səhv eləmirəmsə adam yerləşə bilirsə, tamaşaçı. Burada 200, bəlkə ondan biraz daha az və yaxud çox, tam dəqiq saymamışam. Əlbəttə, yəni bazanın geniş imkanları olanda, bir tək yəni siz indi məsələn mən idman tərəfindən danışım da, orada bizdə məsələn federasiyamız challenge qurusu tətbiq eləyir artıq 2023-cü ildən səhv eləmirəmsə, yəni 23-24 sezonundan bəli artıq var. Bu belə deyək ki, dünyanın heç bir çox yerlərində əslində yoxdur. Çox gözəl bir şeydir ki, yəni bizdə tətbiq olunub. Məsələn, onun tətbiq olunması üçün belə ən az Dərnəgül boyda bazanın olmağı lazımdır. Və yaxud Hövsandakı FHŞ-nin bazası boyda baza olmalıdır. Bu gün onun məsələn federasiyanın zalında onu qurmaq da mümkün deyil. Biz bu zalda, yəni belə deyək, yarışlarımızın bu zalda keçirilməsi belə deyək bir növü də müvəqqəti bir xarakter daşıyırdı. Çünki biz bura gələrkən zallarımızı dəyişərkən müvəqqəti bir yəni dəyişmə nəzərdə tutulurdu. Sonradan elə oldu ki, indi təmir bərpa prosesləri uzandığına görə məcburən hələ ki, orada məşqlərimizi davam edirik. Amma düşünürəm ki, inşallah təmir bərpa, yəni hamımızın eşitdiyinə görə sonlanma mərhələsindədir. Düşünürəm ki, inşallah yaxında yenə də Dərnəgüldəki bazaya köçərik. Yəni orada həm məşqlərimizi davam elətdirə bilərik. Qarşımızdakı bir ay yarım ərzində hansı ki sezon sonuna qalıb və həm də əsas oyunlar qalıb artıq, bilirsiniz, play-offa yaxınlaşırıq. Bəli. Düşünürəm ki, orada daha yaxşı, maraqlı və tamaşaçı kütləsi də daha çox cəlb olunacaq. Bunu qeyd etmək lazımdır ki, əvvəlki illərdə daha çox və bunu Azərreilin fonunda görürdük. Voleybol idman növü daha populyar idi Azərbaycanda. Yenidən populyarlaşdırmaq üçün nə edə bilərik? Klubların yaranması ilk növbədə. Yəni belə deyək, federasiya rəhbərinin də qarşıya qoyduğu məqsədlərdən biri də yəni populyarlığın və kütləviliyin artırılmasıdır. Onun üçün də təbii ki, işlər görülür. Klub sayı artırılır. Regional, məsələn, Gəncədə artıq klub var. Tovuzda Turan klubu var, hansı ki, ev oyunların Tovuzda keçirirlər. Gəncə ev oyunların Gəncədə oynayır. Və həqiqətən də hər iki komanda ilə, klubla evlərində oynamışıq səfərdə. Yetərincə tamaşaçı kütləsi var idi. Yetərincə var idi. Bu da yəni idmana artıq, məsələn, Gəncədə voleybol, mən uşaq vaxtı Gəncədə voleybol görmüşəm və yaxud voleybola marağı onda görmüşəm, gedib oynayırdıq. Görürdük ki, adamlara maraqlıdır. Təbii ki, regionlarda idmanın deyərəm bütün növlərinə, o cümlədən də voleybol baxımlı olduğuna görə voleybola maraq böyüdü. Yavaş-yavaş, yəni bu 1 ilin, 2-3 ilin içində görüləcək bir iş deyil. Buna uzun müddət lazımdır. Ən az 5 il, 10 il
5 il də azdır. 10 il ən azından 10 ilə qədər bir zaman lazımdır ki, insanlarda təəssürat yaransın və bu voleybol idman növü inkişaf eləyə-eləyə müəyyən mərhələlərə addım atsın, yəni inkişaf baxımından, nəticə baxımından. Ondan sonra da təbii ki, insanlarda daha çox maraq yaranacaq və o zaman bayaq qeyd elədiyim kimi dərs və idmanı paralel aparma məsələsi məncə onda artıq aktuallaşacaq. Və eyni zamanda qarşıdan aprel ayında playoff maçları da keçiriləcək və sonda müəyyən olacaq ki, hansı klub Azərbaycanı Avrokuboklarda təmsil edəcək və DH Valley də bu komandalardan biri ola bilər. Avrokubokda iştirak bizim elə birinci gündən, yəni rəhbərliyin komanda qarşısına qoyduğu hədəflərdən biridir ki, yəni çempion olaraq Avrokuboklarda iştirak etmək, əlbəttə. Amma bu gün həqiqətən çox maraqlıdır, çox sevindirici haldır ki, ən az 6 klub, yəni iddialıdır buna. 6 klub Turandır, Bizik, Milli Aviasiya Akademiyasıdır, Gəncədir, Yonekin komandasıdır, Abşerondur. Yəni 6 klub, hansı ki, belə deyək, play-offa iddialı olan klublar, bu 6 klubun hamısı iddialıdır ki, Avrokuboklarda oynasın. Sevindiricidir. İnşallah ümid edirəm ki, yaxşı bir play-off mərhələsi bizi gözləyir. Sizin bir qədər də baş məşqçi karyeranıza qayıtmaq istəyərdim. Daha öncə Murov Az Terminal komandasının baş məşqçisi olmusunuz, kişilərdən ibarət klubun və indi qızlarla çalışırsınız. Kişilər və qızları bir-biri ilə müqayisə eləsəydiniz, hansı müqayisəni xüsusilə qeyd etmək istərdiniz? Yenə də bu barədə mənə çox sual verilib. Yəni neçə ildən sonra qadın voleyboluna keçmək barəsində. Əslində voleyboldur, yəni müəyyən fərqlər var, bəli. Birinci setkanın hündürlüyü, yəni voleybol torunun hündürlüyü, orada öz sözünü deyən məsələ odur. Oradakı 19 sm məsələsi, o çox önəmli məsələdir. Yəni birinci oradan başlayaq. Daha sonra fərqlər, mən əslən yəni danışıqlarında fərqi dinamika və psixologiya baxımından, fizika, psixologiya baxımından mən fərqləndirirəm. Çünki təbii ki, qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə onlarla, kişilərlə davranmaq kimi davranmaq olmur. Yəni kişilərlə rəftar biraz fərqlidir, qadınlarla biraz tamam fərqlidir. Və dinamika məsələsinə gələndə çox cüzi taktiki fərqlər var. Yəni bundan əvvəl mən məşqçilik karyerama Yonekin komandasında, o vaxt iqtisadçı idi. Yonekin komandasında başlamışam. 2010-14-cü illəri orada köməkçi məşqçi, baş məşqçi qarışıq, baş məşqçi çox az olmuşam. Amma köməkçi, əsasən köməkçi məşqçi kimi çalışmışam orada. Yəni qadınlarla müəyyən yəni təcrübəm var çalışmağa. Bu ildə yəni belə deyək, bəlkə də mən qadınlarla daha öncə çalışmasaydım mənə çətin gələrdi ki, birdən-birə 10 ildir kişilərlə çalış, sonra qadınlarla gəl işdə. Amma əvvəlki təcrübəyə əsasən, yəni onda köməkçi olanda adam daha çox təzə olanda daha çox təcrübə toplamağa çalışır. Yəni şükür elə bir çətinliyimiz yoxdur. Təbii ki, fiziki güc baxımından, yəni o zəriflik orada da öz sözünü deyir. Psixologiya baxımından və müəyyən çox az taktiki gedişlər baxımından bəli, qadın voleybolundan kişi voleyboluna fərq var. Amma ümumilikdə, yəni götürüləndə qaydaları eyni olan bir oyun növüdür. Yəni eyni formada oynanılır, eyni parametrlərdir. 6 parametr, əsas parametrlər orada da, burada da. Yəni belə baxanda eyni idman növüdür. Ailədə adətən deyirlər ki, qız övladları daha şirin olur və bu müqayisəni mütləq sizdən aparmaq istəyəcəm ki, qızların yeri xüsusidirmi sizdə, yoxsa kişilər və qadınlar da ikisini də hər iki klublarınızı çalışdığınız, baş məşqçisi olduğunuz müddətdə bütün komandalarınızı eyni tərəzinin eyni gözünə qoyursunuz? Kaprizli adamı özüm kaprizli olmamışam. Kaprizli adamları sevmirəm. Yəni istər qadın olsun, istər kişi olsun. Kaprizli olan adam, yəni belə deyək də, mən o barədə elə bir fərq görmürəm. Yenə də əvvəl də vurğulamışam. Kişi var ki, kişi oyuncum olub ki, buradakı 12 qızın hamısından kaprizli. Biz onunla yola getmişik, sezonu da bitirmişik bərabər, çempion da olmuşuq, həm də 2 il dalbadal.
Amma adam kaprizi ilə məni çox yorub. Məsələn, mən özüm də oyunçu olmuşam da. Mən məşqçimi də nəzərə almışam ki, məşqçi nə istəyir? Oyunçuların yaxşı oynamağın, bir yandan nəticə verməyini istəyir. Bir yandan məsələn bu gün mənim də gənc oyunçum var. Xaricdən gəlib gənc oyunçu bura. Yeri gələndə mən deyirəm ki, mən onu öyrətməyə məcbur deyiləm. Amma mən dururam ona, məsələn, qəbulda oynamağı istəyirəm, öyrədim. Çünki onun karyerası bura ilə bitmir də. O biraz da böyüməyin istəyirəm. O qəlbən gələn bir şeydir. Mən eləyə bilərəm deyim ki, xaricdən gəlib orada öyrənib gələrdi. Yox, bu iş deyil. Yəni bizim belə deyə də vicdanla yanaşma məsələsi var. Mən istəyirəm ki, istər qız oyunçusu olsun, istər kişi oyunçusu olsun, onlar inkişaf eləsinlər, onlar yaxşı oynasınlar. Ola bilər o gələn il yenə də Azərbaycan voleybolunda qala bilər, töhfə verə bilər, klub Avrokubokda oynaya bilər. Onun bu gün mənim ona bu qədər bildiyim bir voleybolda bu qədər ona yansıdığım bir şey sabah Azərbaycan voleybolunun faydasına olar. O təbii ki, o mənim faydamdır. Yəni belə deyək, həyatımızın ən şirin anların, çağların burada yaşamışıq. Təbii ki, istəyirik ki, irəliləmə getsin. Qadın kişi barəsində belə deyək, kaprizi olmayan hər bir oyunçu, istər kişi, istər qadın, kaprizi olmayan hər bir oyunçu o mənim sevimlimdir. Və təbii ki, kaprizi olan oyunçu da var ki, komanda üçün çalışır. Onun da kaprizinə göz yumur. Əvvəlcə qızlara buradan bir ürək sözlərinizi çatdırardınız. Bəlkə tapşırığınız olacaq komandanızın oyunçularına, voleybolçularına və daha sonra isə gənc voleybolçu olmaq istəyən qızlara və yaxud da oğlanlara fikirlərinizi almaq istəyərdim. Komandamıza deyəcəyim odur ki, yəni bundan qabaq da elə sizin vasitənizlə komandaya demişəm. Amma hər oyundan qabaq, hər məşqdə, yəni müəyyən iclaslarımız olur. Orada da deyirəm. Yəni öz güvəndən çox şey asılıdır. Var özündən razılıq, bir də var öz güvən. Məsələn biz deyək ki, Turanı utduq. Məsələn liqanın favorit komandası utduq. Bununla yəni biz özümüzdən razı olmamalıyıq ki, biz utduq, sabah uduza da bilərik. Yəni o özündən razılıq səbəbindən biz əgər uduzarıqsa, onda o bizim belə deyək də minusumuz olar. Çalışmaq lazımdır, biraz da üstünə əlavə eləmək. Qızlara buradan onu demək istəyərdim ki, bundan əvvəlki dönəmdə artıq 7-ci ayda bir yerdə məşq edirik, bir-birimizi tanıyırıq. Yetərincə məncə tanışlıq sürəsidir. Onlar ilk öncə özlərinə inansınlar ki, bugünkü gün Azərbaycan voleybolunda onların eləyə bilməyəcəyi bir iş yoxdur, yaxşılığa doğru. Yəni onu eləyə bilərlər, özlərinə güvənsinlər və belə deyək, bu öz güvəni özünə razılığa çevirmədən sezon sonuna qədər ta axırıncı top sayısına qədər qoruyub saxlasınlar. Gənc qızlara və oğlanlara onu demək istəyərdim ki, bu gün təhsil məsələsi, mən çox üzr istəyirəm izləyicilərimizdən, sizdən. Yəni mən də 2 uşaq valideyniyəm. Onların bu gün təhsil məsələsi məni çox narahat edir. İstəyirəm ki, onlar təhsilli olsunlar. Bu gün istəyirəm onları idmana yönəltməyə, amma hələ ki balacadırlar və müəyyən vaxt səbəbindən hələ ki onların üstünə tam dura bilmirəm idman baxımından. Amma mən özümü, düzdür, heç kimə misal gətirmək istəmirəm, özümdən bir sitat gətirmək istəyirəm. Mən özüm rayondan bura gəlmişəm. Ata-anam qalıb rayonda, mən gəlmişəm bura. Atam-anam ola çox üzr istəyirəm. Bakının küçələrində böyümüşəm yeri gələndə. İdman internatını bitirmişəm Razindəki, Bakıxanov qəsəbəsindəki idman internatını bitirmişəm. Yəni belə baxanda məni də valideynlərim qoymaya bilərdilər. Məktəbi yaxşı oxuyurdum, dərslərimdən 5 alırdım. Amma gəldim, söz verdim valideynlərimə ki, mən bunu uşaqlara danışmaq məqsədi ilə danışıram, amma bunu yeri gələndə yəni tamaşaçılar bir başqa mənada qəbul eləməsinlər. Ata-anama söz verdim ki, mən oxuyacağam. İndi uşaqlara da deməyim odur ki, mən yorğun olurdum, yəni bütün idmançılar məşqdən gəlirlər yorğun da, yeməyi güclə yeyirlər ki, yatsınlar. Çalışırdım dərslərimi oxuyum. Abituriyent jurnalları var idi. Azərbaycan dili ədəbiyyatdan, coğrafiyadan, fransız dilində oxuyurdum. Riyaziyyatdan. Başlayırdım hərəsindən 10-15 test eləməklə. Mən özüm hazırlaşmışam. 8-ci sinifdən gəlib idman internatında oxumuşam. Çox
yüksək səviyyədə də baxmayaraq idman internatı idi. Çox yüksək səviyyədə də onu özümə borc bilirəm qeyd eləməyi. Müəllimlər super, dərslər super. Həqiqətən də oradakı uşaqların 99%-nin oxumamağına baxmayaraq müəllimlər o qədər zəhmətlə çalışırdılar ki, həqiqətən əmək verirdilər. Allah həyatda olanlara can sağlığı versin. Dünyadan köçənlərə rəhmət eləsin. Özümə borc bildim. Uşaqlara deməyim konkret olaraq haşiyə çıxdım nə deməkdir? Əgər istəsələr, eləyərlər. Dünyanın bir dənə məşhur idmançılarının hamısına baxın. Elə Azərbaycanın məşhur idmançılarına baxın. Əksəriyyəti hamısı demək olar universitet bitiriblər. Hamısı universitet bitiriblər. Əksəriyyəti dövlət orqanlarında çalışanlar var. Bunlar necə eləyiblər onu? Zəhmət bahasına başa gəlib də. Zəhmət çəksinlər və bunu eləsinlər. Bunu mən çox üzr istəyirəm öz uşaqlarımın timsalında bütün Azərbaycan uşaqlarının hamısına deyirəm. Mütləq deyil, voleybola gəlsin, futbola getsin, kollektiv idman növü olsun, təknövçülük olsun. Yəni öz həyatın idman sayəsində öz həyatını qura bilər. 50 yaşında, 60 yaşında çata biləcəyi hörmətə 15-16 yaşında çata bilər. Yəni dünyada tanına bilər. Ölkə rəhbərliyinin yanında tanına bilər. Nə qədər digər pis zərərli vərdişlə məşğul olan insanlar var. Ən azından uşaqlarımızı onlardan heç olmasa qismən uzaqlaşdıra bilərik. Yəni mənim məqsədim odur ki, ölkəmizdə idman inkişaf eləsin. Təbii ki, təhsillə yanaşı. Yenə deyirəm, mən bunu eləyə bilmişəm. Mən də o sıravi uşaqlardan biriyəm. Yenə də özümü onlardan heç birindən üstün görmürəm. Mən də onlardan biri. Əgər yəni mən eləyə bilirəmsə, Fərid Mansurov eləyə bilir, Namiq Abdullayev eləyə bilir. Yəni indi düz onlar titul cəhətdən məndən çox yüksəkdə dururlar. Mən sadəcə olaraq təhsil və idman baxımından Allah Həsənova, Oksana Məmmədiyarova çox saya bilərəm, yadıma düşdükcə. Yəni bunlar eləyə bilirsə, digər uşaqlar da niyə eləyə bilməz ki? Eləyə bilərlər. Ona görə çalışsınlar ki, bədənlərin idmansız qoymasınlar. Təşəkkür edirəm Fərid bəy. Sizə, komandanıza uğurlar arzulayıram. Sağ olun, mən də sizə təşəkkür edirəm. Bir saat ərzində Ofsaydı dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-dən yenidən Ofsaydı düşməyi unutmayın. Hələlik özünüzdən müğayət olun.